Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allah subhanahu müvəffəq etsin qardaşlar. Barakallahu fikum. Allah subhanahu taala'nın müvəffəqiyyəti ilə, Allah subhanahu taala'nın izni ilə kitabımızın davamını keçiririk. Tevhid kitabı. Bu babda qalmışdıq. Müəllif rahmehullah deyir ki, Babu fadl-i tevhid və mə yukeffiru minəl-zunub. Tevhidin fəziləti babı. Yəni fəziləti babı, yəni bu nədir? Yəni qism. Bizdə misal üçün fəsil deyirlər, hə? Misal üçün bir kitabda fəsillər gələr, filan fəsil, filan fəslər. Yəni tevhidin fəziləti fəsli. Kitabda olan fəsillərdir. Yəni nədir? Yəni həmin o fəslin, həmin o başlığın altındakı məsələlər, həmin o başlıq haqqında nə olacaq? Başlığın, yəni mövzusundan söhbət atılacaq. Burada nə deyir müəllif rahmeullah? Bəbu fadl-i tevhid və mə yukeffiru minəl-zunub. Tevhidin fəziləti babı, yəni tevhidin fəziləti fəsli və onun günahları bağışlaması, yəni tevhidin günahları bağışlaması. Və Allah subhanahu taala sizlərə bərəkət versin qardaşlar. Allah subhanahu taala bizləri müvəffəq etsin. Yəni tevhidin fəziləti çoxdur. Burada müəllif rahmehullahın deməsi ki, günahları, yəni tevhidin fəziləti. Burada ümumən bəbu fadl-i tevhid. Fadl-i tevhid bu nədir? Bu birincisi, yəni tevhidin fəziləti, yəni fəzilətləri. Çünki bu nədir? Mufraddır, mudafdır. Təkdir, izafi olduğunu bu ümum bildirir. Barakallahu fikum. Yəni bu ərəb dilində bir qaydadır. Yəni tevhidin fəzilətləri, tevhidin fəziləti çoxdur. Tevhidin fəzilətləri çoxdur. Və o fəzilətlərdən biri də və mə yukeffiru minəl-zunub. Yəni günahları elə bir şey, günahları silməsi. Tevhidin günahları aparması, günahları silməsi. Bu nədir? Bu da tevhidin fəzilətlərindən biridir. Yəni tevhidin fəziləti tək günahları silməklə nədir? Kifayətlənmir. Barakallahu fikum. Tevhidin fəziləti çoxdur və bu da onlardan biridir ki, günahların silinməsi. Allah subhanahu bizləri müvəffəq etsin. Və tevhid Allah subhanahu taalanın bir quluna verdiyi ən böyük nemətdir. Tevhid Allah subhanahu taalanın bir quluna verdiyi ən böyük nemətdir. Ən əzəmətli nemətdir. Bir insan gecə gündüz namaz qılsın. Bütün gündüzləri oruç tutsun. Gecə gündüz sədəqə versin. Gecə gündüz Quran oxusun. Onun əgər əməli yoxdursa, onun tevhidi yoxdursa, Allaha şirk qoşursa, həmin əməllər ondan qəbul deyildir. Barakallahu fikum. Həmin əməllər ondan qəbul deyildir, ondan qəbul olunmaz. Yəni bir qulun əgər tevhidi yoxdursa, onun heç bir əməli ondan qəbul deyildir. Və tevhid qulun cənnətə girməsinə səbəbdir. Tevhid qulun cəhənnəmdən qurtarmasına səbəbdir. Yəni necə cəhənnəmdən qurtarmasına səbəb necədir? Barakallahu fikum. Birincisi, qul cəhənnəmə nə üçün düşür? Günahlarına görə. Günahlarına görə nə olur? Cəhənnəmə düşür və tevhid qulun tevhidinin olması onun günahlarını aparır, günahlarını silir. Və bu nədir? Günahlar yoxdursa artıq nədir? Olur artıq cənnətə düşmək, artıq cənnətə düşür. Günahları olmadığına görə, günahları silindiyinə görə artıq cənnətə getmiş olur. Və həmçinin barakallahu fikum. Tevhid nədir? Tevhid tərəzidə ən ağır gələn. Tevhid tərəzidə, hansı ki bu hədislərdə də keçir. Barakallahu fikum. Hamımız bilirik bu hədisi. Bitaqa hədisi, hansı o balaca vərəqə hədisi və digər hədislər hansı ki orada keçir. Nədir? İndi qarşı bu babda da gələcək. Allah subhanahu müvəffəq etsin. Tevhid tərəzidə ən ağır gələndir. Barakallahu fikum. Tevhid tərəzidə ən ağır gələndir. Onun üstündə nədir? Tevhid qulunun cəhənnəmdən qurtarmasına və cənnətə getməsinə səbəbdir. Və həmçinin əməllərinin qəbul olmasına səbəbdir. Necə ki qabaqdadır. Həmçinin əməllərinin qəbul olmasına səbəbdir ki, Allah subhanahu taala bizi və zürriyyətimizi sabit sözlə dünyada və axirətdə sabit etsin. Tevhidlə bizi Allah subhanahu taala dünyada və axirətdə əmin-amanlıqda və hidayətdə etsin. Və müəllif rahmehullah burada Allah subhanahu taala bu ayəsini gətirir, həmin bu babın altında. Əllezîne âmenû və lem yelbisu îmânəhum bizulmin ulâike lehumul emnu və hum muhtedun.
Və deyir, yəni Allahın bu sözü, Allah Subhanahu bu sözü, o kəslər ki, iman gətirər və imanlarına zülm qoşmazlar. Zülm qoşmazlar. Onlar əminamanlıqda olandılar və onlar hidayət olunandılar. Bu nəyin, hansı ayənin davamıdır? Bu İbrahim aleyhisselamın qıssasında gəlir. İbrahim aleyhisselam ondan qabaq nə deyir? Və keyfə əxaf mə əşraqtum və la təxafuna ənəkum əşraqtum billahi mə ləm yunəzzil bihi aleykum sultana. Fəəyyül fəriqeynə həqqu bil-əmn in kuntum tə'ləmun. Deməli, İbrahim aleyhisselam öz qövmünə deyir, yəni Allaha şirik qoşanlara, həmin o bütpərəstlərə deyir ki, mən sizin Allaha şərik qoşduqlarınızdan necə qorxa bilərəm axı? Mən sizin Allaha şərik qoşduqlarınızdan necə qorxum ki? Siz Allaha şərik qoşmaqdan qorxmursunuz. Hansı ki Allah bu haqda sizə heç bir dəlil endirməmişdir. Yəni Allah sizə haqqında heç bir dəlil endirmədiyi şeyi Allaha şərik qoşmaqdan qorxmursunuz. Yəni siz Allaha şərik qoşmaqdan qorxmursunuz. Mən sizin şərik qoşmalarınızdan necə qorxa bilərəm ki? İn kuntum tə'ləmun. Əgər siz bilirsinizsə. Və ayəndə və sonra buyurur ki, onu həmin o in kuntum tə'ləmundan qabaqdır ki, fəəyyül fəriqeynə həqqu bil-əmn. Yəni bu iki firqədən əminamanlığa hansı daha layiqdir, hansı daha haqlıdır? Allaha şərik qoşan və yoxsa Allaha şərik qoşmayan? Əgər deyir bilirsinizsə, var cavabında gəlir ki, təbii ki, o kəslər daha haqlıdır ki, əllədinə əmənu və ləm yəlbisu imanəhum bi zulmin ulaikə ləhumul əmn və hum muhtədun. Təbii ki, o kəslər ki, iman gətirər və imanlarına zülm qatmazlar. O kəslərə əminamanlıq vardır və onlar hidayət olunanlar və onlar hidayət olunanlardılar. Və onlar hidayət olunanlardılar. Və burada nə deyir? Burada zülm, o kəslər ki, iman gətirər və imanlarına zülm qatmazlar. Bu nədir? Burada zülm ümumdur. Bütün zülmü, ayədə ki, bütün zülmü əhatə edir. Və məhz səhabələr də bunu bu cür başa düşmüşdülər. Və Allah Rasulunu sallallahu aleyhi və səlləmin yanına gəlirlər. Və deyirlər ki, ya Rasulallah, bizlərdən kim eyyunə lə yazlim nəfsəhu. Ya Rasulallah, bizlərdən kim öz nəfsinə zülm etmir ki? Yəni, kim bizlərdən öz nəfsinə, məsələn, günah etmək də nədir? Zülümdür, zülümdür. Zülm nədir? Zülüm, bir şeyi olduğu yerə qoymamaq. Bir şeyi layiq olduğu yerə qoymamaq. Və insanın günah etməsi nədir? Yəni, onu elə etməməsi lazım olduğu bir şey etməsidir. Hə? Günah etməli deyil əslində, amma neyinir? Günah eləyir. Və bu, hər bir insandan da baş verir. Hər bir insandan da baş verir. Necə ki, Allah Rasulullah sallallahu aleyhi və səlləmdən gələn hədisdə İnnəkum tuxti'unə bi'əbədi, innəkum tuxti'unə bil-leyli və-nəhər. Allah qüdsəsdir, Allah subhanallah buyurur ki, ey qullarım, siz gecə və gündüz günahlar edirsiniz. Həmçinin Allah Rasulullah sallallahu aleyhi və səlləmin hədisində kullu bəni ədəmə xatta, bütün Adəm övladı nədir? Xətakardır, günah edəndir. Yəni, sahabələr də bunu başa düşür, bunu bilir və Allah Rasulullah sallallahu aleyhi və səlləm yanına gəlirlər ki, ya Rasulallah, bizdən hansımız öz nəfsinə zülm etmir ki? Yəni, bizim hamımız günah edirik, hamımız öz nəfsimizə zülm edirik. Və Allah Rasulullah nə deyir sallallahu aleyhi və səlləm? Deyir ki, bu sizin başa düşdüyünüz kimi deyil. Bu sizin başa düşdüyünüz kimi deyil. Ələm təsmə'u ilə qavli Luqman libnih. Deyir, məyər deyir, Luqman aleyhisselamın oğluna dediyin, eşitmədinizmi? Ya buneyyə la tuşrik billah, innə şirkə lə zulmun azim. Luqman aleyhisselam oğluna nə deyir? Ey oğlum, ey oğulcağızım, Allaha şirk qoşma, Allaha şərik qoşma. Heç nəyə Allaha ortaq qoşma. Həqiqətən şirk əzəmətli zülümdür. Həqiqətən şirk əzəmətli zülümdür. Allah Resulü sallallahu aleyhi və səlləm buradakı zülmü necə təfsir edir? Şirk, yəni buradakı zülmün mənası, yəni şirkdir. Buradan qəsd olunan o kəslər ki, iman gətirər və imanlarına heç bir zülm qatmazlar, yəni imanlarına şirk qatmazlar. Yəni Allaha iman gətirərlər, la ilahə illallah, Muhammedən Rasulullah, və orada, yəni la ilahə illallahda heç bir şey şərik qoşmazlar. Yəni nədir? Allaha ibadətlərində, Allaha olan ibadətlərində heç bir şey Allaha ortaq qoşmazlar. O kəslər ki, iman gətirər, Allaha iman edər və imanlarına heç bir zülm qatmazlar. Yəni imanlarına şirk qatmazlar. Yəni imanlarına şirk qatmazlar. Barakallahu fikum. Və onlara əminamanlıq
və hidayət vardır. Onlara əminamanlıq və hidayət vardır. Və burada barakallahu fikum o kəslər ki, nədir? Alimlərdən, yəni burada əminamanlıq və hidayət vardır. O kəslər ki, iman gətirər, imanlarına zülm qatmazlar. Alimlər buyurmuşlar ki, bir çox alimlər buyurmuşlar ki, burada onlar əminamanlıqdılar, əminamanlıq vardır və onlar hidayət olunanlardılar. Onlara əminamanlıq vardır, bəzi alimlər demişlər, yəni axirət üçün onlar nədir? Qiyamətin əzabından, Allahın əzabından, qiyamətin qorxusundan, qiyamətin dəhşətindən əminamanlıqda olacaqlar. Və hidayət vardır. Hidayət, yəni bu dünyada onlar hidayət olunacaqlar. Və Allah daha doğrusunu bilir. Burada təhqiq olan, yəni nədir? Onlar həm dünyada, həm də axirətdə əminamanlıqda və hidayətdə olacaqlar. Həm dünyada əminamanlıqda və hidayətdə olacaq, həm də axirətdə əminamanlıqda və hidayətdə olacaqlar. Barakallahu fikum. Necə ki, bax, görürsən, Allaha iman gətirən bir qul, qəlbində təvhidi olan və təvhidin kamilləşdirən bir qul, onu heç bir şeydən qorxan görmərsin. Onun nədir? Qəlbi, yəni dünyada ona olan əminamanlıq, dünyada onlara verilən əminamanlıq, muvahhid təvhid əhlindən qəlbləri mutmain olur, qəlbləri rahat olur. Və Allahdan başqa kimdənsə qorxduğunu görmərsən. Barakallahu fikum. Və həmçinin nə olur? Həmçinin onları Allah subhanahu taala bu dünyada onları hidayət üzərindədir. Allah subhanahu taala onları hidayət üzərindədir. Və həmçinin axirətdə və günümüzdə görürsən subhanallah, insanlar var, neynirlər? Allahdan qeyrilərindən qorxurlar. Allahdan qeyrilərindən qorxurlar. İbrahim aleyhisselamın qissəsində oxuduğumuz kimi. Və keyfə əxafu mə əşraqtum. Mən sizin şirk qoşduqlarınızdan necə qorxa bilərəm deyir. Hə, İbrahim aleyhisselam. Günümüzdə misalsən görürsən, insan var, Allahı qoyur Allahdan qeyrisin. Həsəni, Hüseyni, Əlini, nə bilim, Muhammed sallallahu aleyhi ve selləmi və sahabələrdən də Allah razı olsun. Və görürsən, hər hansı bir mələyi, cini və yaxud da salih bir insanı və yaxud da salih olmayan bir insanı çağırırlar. Və ona deyəndə ki, subhanallah, yəni sənin bu çağırdığın sənə fayda vermir. O insanlar sənə o insanlar səndən zərəri qaldıra bilməz və sənə fayda verə bilməz. Neyir? Deyir, sakit dur, sus deyir. Başına daş düşər deyir. Və yaxud nə deyir? Yəni məhv olarsan deyir. Yəni, onlar səni məhv eləyər deyir. Yəni nədir? Qəlbində qorxu var. Və vallahi Allaha and olsun ki, yəni təvhidi gerçəkləşdirən bir insan, qəlbində təvhid bərqərar olan bir insan, bu şeylərin heç birindən qorxduğunu görməzsən. Qəlbi əminamanlıq içərisində olar. Necə ki, İbrahim əleyhissalam deyir, mən deyir, sizin şirk qoşduqlarınızda necə qorxa bilərəm ki? Siz Allaha şərik qoşursunuz. Allahın sizə haqqında heç bir şey dəlil indirmədiyi halda. Bu da nədir? Barakallahu fikum. Bu da yəni iman əhlinin dünyada olan əminamanlığıdır. Yəni onların qəlbində həqiqi əminamanlıq qəlbin rahat olmasıdır. Həqiqi əminamanlıq qəlbin rahat olmasıdır. Barakallahu fikum. Qəlb rahat olarsa, həmin insan əminamanlıq içərisində olar, əmin olar. Qulun da təvhidinin olması, təvhidinin güclü olması, barakallahu fikum, nədir? Həmin qulun əminamanlıqda olmasına nədir? Səbəbdir. Həmin qulun əminamanlıqda olmasına səbəbdir. Və həmçinin onlar hidayət içərisində olanlar, olarlar. Yəni onlar hidayət olunanlar da məhz onlardılar. Hidayət olunanlar harda? Həm dünyada, həm axirətdə. Deyir ki, əminamanlıqda olarlar. Yəni dünyada qəlbləri əminamanlıq içərisindədirlər və axirətdə də bu dünyada axirətdə də əzabdan, Allahın əzabından və qiyamətin dəhşətindən nədir? Əminamanlıqda olarlar. Və həmçinin onlar hidayət olunanlardılar. Nədir? Hidayət olunanlar dünyada və axirətdə. Dünyada Allahın razı qaldığı şeylərə hidayət olunanlar və həmçinin axirətdə də onların razı qaldığı şeylərə Allah subhanahu onları hidayət edir. Məsələ başa düşülür qardaşlar, barakallahu fikum. Bax, onlar dünyada, bax ona görə barakallahu fikum. Allah subhanahu bizləri bağışlasın, bizləri müvəffəq etsin, özünə doğru, düzgün şəkildə ibadət etməyə. Günümüzdə görürsən ki, qardaşlar çoxlu nədir? Yəni ibadətlərdən geri qalırlar. İbadətlərdən geri qalırlar. Burada həmin o hidayət və əminamanlıq məsələsi var ha. O deməkdir ki, yəni kim təvhid əhlidirsə, Allaha şərik qoşmursa, nədir?
elə yəni mütləq olaraq əminamanlı və hidayət içərisində olacaq. Yəni onun əminamanlığı və hidayət içərisində olmağı onun tövhidinin güclü olub olması güclü və zəif olması miqdarındadır. Qulun tövhidi nə qədər tam olarsa, güclü olarsa, onun yəni dünya və axirət əminamanlığı və dünyada və axirətdə hidayəti tam və güclü olar. Qulun tövhidi nə qədər zəif olarsa, barakallahu fikum, onun əminamanlıqdan və hidayətdən payı da o qədər zəif olar. Barakallahu fikum. Misal üçün, dediyimiz kimi, barakallahu fikum, günümüzdə burada nə dedik ki, onlar dünyada da hidayət olunardılar, axirətdə də hidayət olunardılar. Dünyada hidayət olunandılar, Allah subhanahu ta'ala razı qaldığı şeylər. Qul dünyada Allahın razı qaldığı şeyləri nə qədər çox edərsə, Allah subhanahu qiyamət gündə onun razı qaldığı şeyləri Allah subhanahu onu hidayət edər. Yəni dünyada Allahın razı qaldığı məsələləri, Allahın razı qaldığı şeyləri etməsi, axirətdə də onun barakallahu fikum, onun razı qaldığı şeylərə hidayət olunmasına nədir? Səbəbdir. Hə, barakallahu fikum. Yəni qul dünyada nə qədər hidayət üzərində olarsa, axirətdə də onun hidayəti o qədər çox olar. Və həmçinin sələflərdən gəlmişdir ki, axirətdə qulun hidayət olunması, yəni Allah subhanahu onun razı qaldığı şeylərə hidayət edər, yəni onu cənnətə hidayət edər və sələflər deyir ki, sizlərdən biri bu dünyada öz evini necə tanıyırsa, necə gedirsə, yəni ona tərəf gedirsə, evini tanıyır, ora gedir. Deyir, axirətdə, cənnətdəki Allah subhanahu bizləri öz rəhmətinə, lütfinə, fəzilətindən onlardan etsin, cənnət əhlini etsin. Və deyir ki, yəni axirətdəki, cənnətdəki evinə ondan daha yaxşı tanıyır. Yəni daha yaxşı bilir ki, misal evinə getməyə daha yaxşı tanıyır. Necə ki, bu dünyada evini tanıyır, evini, yerin bilir, ora gedir. Axirətdəki, cənnətdəki evinə daha ondan daha yaxşı şəkildə gedər. Yəni daha yaxşı şəkildə hidayət olunur, yəni ora gedər. Barakallahu fikum. Onu tanıyır. Allah subhanahu bizləri və zürriyyətimizi müvəffəq etsin. Və sonra müəllif rahimehullah gətirir ki, an Ubadə ibn Samit radiyallahu anhu qal. Qala Rasulullah sallallahu aleyhi və səlləm: "Mən şəhidə ən la ilahe illallah vahdehu la şərikə leh və enne Muhammeden abduhu və rasuluhu və enne İsa abdullahi və rasuluhu və kəlimatuhu əlqaha ilə Məryəmə və ruhun minh vel cennetu haqqun ven naru haqqun adkhalahullahu cennete ala ma kana minel amel." Axrəcə. Və müəllif rahimehullah Ubadə ibn Samit radiyallahu anhunun hədisini gətirir ki, deyir, Allah Resulü buyurur sallallahu aleyhi və səlləm: "Kim Allah'tan başqa haqqı olan ilahın olmadığına və onun tək olduğuna və şərikinin olmadığına və Muhammedin sallallahu aleyhi və səlləmin onun qulu və rasulu olduğuna və İsa'nın Allahın qulu və rasulu olduğuna, Allahın kəlməsi Məryəmə dediyi kəlməsi və ondan bir ruh olmasına və həmçinin cənnətin haqq olmasına və cəhənnəmin haqq olmasına şahidi illərsə, yəni ədxələhullahul cənnətə alə mə kənə minəl amel. Yəni etdiyi əmələ görə cənnətə girər. Əməlinə görə, burada indi bunların hamısının şərhinə gələcək, barakallahu fikum, cənnətə girər. Burada Ubadə ibn Samit radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim şahidlik edərsə, şahidlik edərsə, yəni qəlbi ilə yəqin olarsa və dili ilə də nədir, yəni təsdiq edərsə, iqrar edərsə və həmçində əməllərində göstərərsə və həmçində alimlərdən demişdir ki, yəni bilərsə elmlə, yəni şahidlik edər, yəni bilər, həmin məsələni, həmin şeyi bilər və nədir, ona şahid, yəni ondan yəqin olar. Bilər və elmlə onu bilir və yəqin olar. Əşhədü ən la ilahe illallah. Şəhadət verirəm ki, Allahdan başqa haqq ilah yoxdur. Bunu bilmək nədir və bunu yəqin olaraq nədir? Bundan yəqin olmaq. Və enne Muhammeden Rasul, Muhammeden abduhu və rasuluh. Muhammed Allahın qulu və rasuludur. Bunu bilmək və bundan yəqin olaraq nədir? Bundan yəqinlikdə olmaq. Bu nədir? Bu da bir insanın şəhadət verməsidir. Barakallahu fikum. Yəni şəhadət verməkdə yəni insan bilməlidir. Çünki bildiyi şey insan nə edir? Şahidlik edir. Hə?
Necə ayədə keçir, illə mən şəhidə bil haqqı və hum ya'lamun. Yalnız haqqa şahidlik edənlərdən istisnadır, hansı ki onlar bilirlər. Yəni bildikləri halda haqqa şahidlik edənlər istisnadır. Nədir? Bir insan şahidlik edirsə, o bilməlidir. Həmin şey bilməlidir və yəqin olmalıdır. Və insan dedi ki, nə deyir burada? Kim Allahdan başqa haqqı olan ilahın olmadığına şahidlik edərsə. Burada deyir ki, la ilahə illallah. Və deyir ki, la ilahə, yəni keçmiş bunun qabaqda da la ilahə illallahın, yəni iki rükündən inkar və isbatda. Yəni birinci Allahdan qeyri o ibadət olunan bütün ilahlarını etməlisən, inkar etməlisən. Və ibadəti yalnız Allah subhanahu wa ta'alaya isbat etməlisən. Əgər bir qul yalnız inkar deyərsə, bu nədir? Bu artıq nədir? Bütün ilahiyyat da Allah subhanahu wa ta'ala belə, Allah qorusun, inkar etmiş olar. Və bir qul da yalnız isbatı deyərsə, yalnız yəni Allaha ibadəti isbat eləyərsə və inkar etməzsə, Allahdan qeyri ibadət olunanları. Bu da nədir? Bu da tövhidi gətirmiş olmaz, təhqiq etmiş olmaz. Çünki yəni yalnız isbat etmək, onunla yanaşı başqalarına ibadət olunmasını nə etmir? İnkar etmiş olmur. Başqalarına ibadət olunmasına mane olmuş olmur. Onun üçün də həm inkar olmalıdır və həmçində isbat. Yəni Allahdan qeyri ibadət olunanların hamısını inkar etməlisən və ibadəti yalnız Allaha subhanahu wa ta'alaya xas etməlisən. Hansı ki, tevhid də məhz budur. Və sonra buyurur ki, vahdahu la şərikə ləh. Təkdir və onun şəriki yoxdur. Bu da nədir? Bu da la ilahə illallahın təkididir. Bu hədisdə ki, yəni təkiddir. Yəni daha da şiddətli. Yəni vahdahu təkdir, illallah, burada nədir? İsbat. La şərikə ləh. Onun heç bir şəriki yoxdur. Bu da nədir? Yəni la ilahə. Yəni burada nədir? La ilahə illallahın, barakallahu fikum, təkidi var. Yəni vahdahu, yəni yalnız Allaha ibadət edər. La şərikə ləh, onun heç bir şəriki yoxdur. Nədir? La ilahə illallahın təkidi vardır. Və sonra gətirir ki, və ennə Muhammedən abduhu və rasuluhu. Həqiqətən Muhammed sallallahu aleyhi və səlləm Allahın qulu və rasuludur. Allahın qulu və rasuludur. Burada da barakallahu fikum diqqət yetirin, deyir, və ennə Muhammedən sallallahu aleyhi və səlləm abduhu və rasuluhu. Qulu və rasuldur. Və burada da iki dənə tayfiyə, iki dənə zəlalət əhlinə rəddiyə var. Və burada deyir, abduhu, Allahın quludur. Burada kimləri rəddiyə var? Barakallahu fikum. Muhammed sallallahu aleyhi və səlləmi olduğu məqamdan qaldıranlar. Yəni Allah Resulü sallallahu aleyhi və səlləmdə həddi aşanlar. Yəni hansı ki onlar var, Allah qorusun nə deyirlər? Yəni Muhammed sallallahu aleyhi və səlləmə Allaha xas olan sifətləri, vəsiflərini inirlər. Allah Muhammed sallallahu aleyhi və səlləmə aid edirlər. Muhammed sallallahu aleyhi və səlləmə aid edirlər. Yəni insanlar var, görürsünüz nə deyir? Barakallahu fikum, Allah qorusun. Yəni rububiyyətin, Allah subhanahu ta'alanın rububiyyətin neyinlər? Muhammed sallallahu aleyhi və səlləmə aid edirlər. Yəni dünyanın və ahirətin sahibinin Muhammed sallallahu aleyhi və səlləm olduğunu deyirlər. Və nə deyir? Dünyada da və ahirətdə də istədiyi verən, şey verən Muhammed sallallahu aleyhi və səlləmin olduğunu deyirlər. Qeybi bilənin Muhammed sallallahu aleyhi və səlləmə aid edirlər. Və nə deyir? Yəni qiyamət günü yalnız yəni, Muhammed sallallahu aleyhi və səlləmlə, yəni qiyamət günü yalnız Muhammed sallallahu aleyhi və səlləm oddan qurtarır. Nə deyir? Bunu yalnız Muhammed sallallahu aleyhi və səlləm aid edirlər. Nə deyir? Allah subhanahu ta'alaya heç bir şey buraxmırlar. Hansı ki bu əməllər nə deyir? Allah subhanahu ta'alanın əlindədir, onun tədbirindədir. Allah subhanahu ta'ala bu işləri görəndir. Bunlar neyinlər? Muhammed sallallahu aleyhi və səlləmi olduğu məqamdan qaldırırlar. Bunlar nədir? Burada onlara bir rəddiyə var ki, abduhu, Muhammed sallallahu aleyhi və səlləm Allahın quludur. Onun rububiyyətdən heç bir payı yoxdur. Allah Resulü sallallahu aleyhi və səlləm dünyanın və ahirətin nədir? Sahibi deyil. Və həmçinin dünyada və ahirətdə istədiyi şeyə verən nədir? Allah Resulü sallallahu aleyhi və səlləm deyir. Bu Allah subhanahu ta'ala aiddir. Muhammed sallallahu aleyhi və səlləm Allahın quludur. Rububiyyətdən heç bir payı yoxdur. İlahlıqdan heç bir payı yoxdur. Və ikincisi isə var Rasuluh və onun Rasuludur. Burada isə nədir? Muhammed sallallahu aleyhi və səlləmin şənin aşağı salanlara rəddiyə var. Abduhunda Muhammed sallallahu aleyhi və səlləmdə haqqı həddin aşanlara rəddiyə var. Var Rasuluh.
nədir? Rasulü, Allahın Rasuludur. Burada isə Muhammed sallallahu aleyhi və səlləmin şənin aşağı salanlara nədir? Rəddiyə var. Barakallahu fikum. Hansı görürsən ki, insanlar nədir? Allah Rasulunun günümüzdə var həmin insanlar. Allah Rasulunun sallallahu aleyhi və səlləmin hədislərini nə etmirlər? Qəbul etmirlər. Allah Rasulundan sallallahu aleyhi və səlləmin gələn səhih hədisləri qəbul etmirlər. Və Allah Rasulunun sallallahu aleyhi və səlləmin əmrlərini nə edirlər? Yerinə yetirmirlər və qəbul etmirlər. Və Muhammed sallallahu aleyhi və səlləmin nədir? Muhammed sallallahu aleyhi və səlləmi Rasulü, yəni o şənini neyinlər? Aşağı sallar, Allah qorusun. Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləm abdun la yu'bad və rasulun la yukəzzəb. Yəni Allah Rasulü sallallahu aleyhi və səlləm Allahın quludur, ibadət olunmaz və Allahın Rasuludur, yalanlanmaz. Yəni Allah Rasuluna sallallahu aleyhi və səlləmə verdikləri bütün xəbərlər təsdiqlənir. Allah Rasulü sallallahu aleyhi və səlləm. Verdiyi əmrlər yerinə yetirilir və çəkindirdiyi qadağanlardan da çəkinilir. Allah Rasulü sallallahu aleyhi və səlləm. Lakin sevilir. Allah Rasulü sallallahu aleyhi və səlləmi biz atamızdan, anamızdan və övladımızdan və bütün insanlardan çox sevməliyik. Bəli, Allah Rasulü sallallahu aleyhi və səlləmi öz atasından, anasından, bütün insanlardan və öz nəfsindən çox sevmədiyi insanın imanı kamil olmuş olmaz. Yəni Allah Rasulü sallallahu aleyhi və səlləmi sevirik. Allah subhanahu bizləri Muhammed sallallahu aleyhi və səlləmin zümrəsində etsin qiyamət günü. Və onun əlindən, hovuzundan su içən qullarını etsin. Və Allah Rasulü sallallahu aleyhi və səlləmin sevirik. Allah Rasulü sallallahu aleyhi və səlləmin əmirlərin yerinə yetiririk. Qadağanlarından çəkinirik və verdiyi xəbərləri təsdiq edirik. Lakin Allah Rasulü etmirik sallallahu aleyhi və səlləmi olduğu məqamdan, yəni nübuvvə, Rasul məqamdan, ilahlıq məqamına çıxartmırıq. Allah subhanahu qorusun. Hansı günümüzdə görürsən, insanlar var, sufilər var ki, Allah qorusun. Yəni onlar öz vəlilərin, öz şeyxlərin, hətta neyinlər, vilayətin, yəni vəliliyin neyinlər, rasulluqdan və nübuvvətdən daha üstün olduğunu deyirlər ki, bu da nədir? Yəni Allah Rasulunu sallallahu aleyhi və səlləmin şəninin aşağı salmaqdır ki, Allah qorusun. Yəni öz tariqalarının, öz şeyxlərinin, yəni hətta rasuldan və vəlidən daha üstün olduğunu deyirlər ki, Allah subhanahu ta'ala bizlər qorusun. Bunlar da nədir? Bunlar Allah Rasulunu sallallahu aleyhi və səlləmin haqqında səhlənkarlıq etmiş, Allah Rasulü sallallahu aleyhi və səlləmin haqqını verməmiş insanlardır. Amma iman əhli isə Allah Rasulü sallallahu aleyhi və səlləmin, Muhammedin sallallahu aleyhi və səlləmin Allahın qulu olduğuna şahidlik eləyir və Allahın Rasulü olduğuna şahidlik eləyir. Allahın qulu olduğuna, yəni Allahın quludur, ibadət olunmaz və Allahın Rasuludur, yalanlanmaz. Və barakallahu fikum, yəni burada Allahın quludur, abduhu. Bu nədir? Bu Allaha izafə babındadır. Hə, barakallahu fikum. Allaha izafə babındadır. Yəni, məxluqatın Allaha aid olunması, Allaha izafə babı təşrif babındadır. Hansı ki, Allah subhanahu ta'ala öz kitabında neçə yerdə xatır, qulumuz filan kəsi xatırla, qulum adı peyğəmbərlərin adını çəkir. Nədir? Orada deyir ki, qulumuzu xatırla. Allah subhanallah həmin peyğəmbərləri nə deyir? Qulumuzu xatırla. Yəni burada nə deyir? Yəni onların Allaha, yəni həmin qul olaraq izafə olunması, yəni təşrif babından, şərəf babındandır. Barakallahu fikum. Beləcə də nə deyir? Barakallahu fikum. Allah Rasulü sallallahu aleyhi ve sellem Rasuludur, həm də Rasuludur. Allahın Rasuludur, Allahın elçisidir. Yəni şərif babından, həm də onun məqamının üstün, uca olması babından. Barakallahu fikum. Burada dediyimiz kimi abduhu və rasulü. Burada iki tərəfə də nə var? Rəddiyə var. Ondan sonra, hə qardaşlar, ondan sonra barakallahu fikum. Allah Rasulü nədir? Sallallahu aleyhi və səlləm. Ənə İsa abdullahi və rasuluh. İsa Allahın qulu və rasuludur. Allahın qulu və rasuludur. Burada nə var? Barakallahu fikum. İsa Allahın qulu və rasuludur. Və eynə Muhammed sallallahu aleyhi və səlləm də kimi. Həm Allahın quludur,
həm də rasuldur. Burada da iki dənə zəlalət əhlinə nədir? Rəddiyə vardır ki, birinci nəsranilərə, xristianlara, hansı ki, nədir? İsa əleyhissalamı öz məqamından, peyğəmbəri, risalət məqamından çıxardıb ona ilahlıq nisbət edirlər və ikinci də həmçinin İsa əleyhissalamın şənini aşağı salanlara, hansı ki, yahudilər kimi Allah qorusun nədir? İsa əleyhissalama nə dedilər? Allah qorusun, onlar yəni İsa əleyhissalama zinadan əmələ gələn dedilər ki, Allah subhanahu taala qorusun və İsa əleyhissalam bundan uzadır. Və İsa əleyhissalam Allahın quludur və Allahın rasuludur. Və burada nə deyir? Barakallahu fikum. Dedi ki, nəsranilərə rəddiyə var. Nə deyir ki, Allah subhanahu taala buyurur: "İnne məsələ İsa indallahi kəməsəli Ədəm. Xalaqahu min turabin thumma qala lahu kun feyakun." Həqiqətən İsa'nın misalı Adəmin misalı kimidir. İsa'nın misalı Allah yanında Adəmin misalı kimidir. O Adəmi torpaqdan yaratmışdır və sonra ona kun feyakun ol demişdir və nə adam da nə olmuşdur? Olmuşdur. Barakallah. Və İsa'nın misalı da onun kimidir. Və İsa'nın misalı da onun kimidir. Hədisdə də keçir və kəlimətuhu Allahın kəlməsidir. Burada kəlməsi yəni kun, Allah subhanahu taala nə deyir? Kun feyakun. Adəm əleyhissalamda nə deyir? Xalaqahu min turabin thumma qala lahu kun feyakun. Onu torpaqdan yaratmışdır və sonra ona ol demişdir və o da olmuşdur. Burada Allahın ol deməsi nədir? Allahın kəlməsidir. Amma İsa əleyhissalam həmin o ol kəlmənin özlüyü yox. Yəni o kəlmənin əsəri. Yəni nə deyir? Allah subhanahu taala İsa əleyhissalama ol demişdir və İsa əleyhissalam da nə deyir? Olmuşdur. Yəni deməli burada bilir ki, insanın dünyaya gəlməsi bir ata, bir də anadan olur. Hə, barakallahu fikum. Burada Adəm əleyhissalamdır və İsa əleyhissalamdır. Bunlar nədir? Bunlar Adəm əleyhissalam atasız, anasız Allah subhanahu taala onu torpaqdan yaratmışdır və onu ol demişdir, o da olmuşdur. Və İsa əleyhissalam isə barakallahu fikum atasız yaratmışdır. Allah subhanahu taala onu ol demişdir və o da olmuşdur. İsa əleyhissalam olmuşdur. Yəni anası olmuşlar, atasız olaraq yaratmışdır. Barakallahu fikum. Və kəlmətuhu, yəni Allah subhanahu taala ona kun demişdir və İsa əleyhissalam da olmuşdur. İsa əleyhissalam da olmuşdur. Və əlqahə ilə Məryəm. Məryəm nə deyir? Məryəmə üfürülən kəlmə. Yəni nə deyir? Allah subhanahu kun demişdir və Cəbrail əleyhissalam da onu Məryəm əleyhissalama nə etmişdi? Üfürmüşdü. Barakallahu fikum. Məryəm əleyhissalama üfürmüşdür və o da nə deyir? Bu kəlmə ilə İsa əleyhissalam olmuşdur. Yəni Allahın o kəlməsi kun nədir? O Allah subhanahu taala'nın vəsfidir, kəlamdır. Amma onun əsəri isə nədir? İsa əleyhissalam olmuşdur. Barakallahu fikum. Hansı ki, nədir? Nəsranilər İsa əleyhissalam haqqında nə edirlər? Həddi aşırlar, Allah qorusun, Allahın oğlu olduğunu və ilah olduğunu deyirlər ki, Allah subhanahu taala qorusun. Hətta orada yəni, çox xurafatlar gətirirlər ki, adam dilinə gətirmək istəmir. Barakallahu fikum. Həmçinin hədisi ki, və ruhun minh və Allahdan bir ruhdur. Yəni Allahın yaratdıqları ruhdan bir ruhdur. Yəni ruhun minh Allahın yaratdıqları ruhdan bir ruhdur. Barakallahu fikum. Yəni İsa əleyhissalam Allahın kəlməsidir. Yəni Allah subhanahu kun demişdir və o da İsa əleyhissalam da onun əsəri olmuşdur. Və ruhun minh və ondan bir ruhdur. Yəni Allahın yaratdıqları bir ruhdur. Allahın yaratdıqları ruhdan bir ruhdur. Yəni Allahın yaratdıqları ruhlar, Allahın yaratdıqları məxluqatlardan bir məxluqdur. Məxluqlardan bir məxluqdur və İsa əleyhissalam nədir? Həmin o ruhdan bir ruhdur. Həmin ruhlardan, yəni Allahın yaratdığı ruhlardan bir ruhdur. Aydın qardaşlar, burada da qəsd olunan budur. Barakallahu fikum. Və həmçinin hədisi isə "Vel cennetu haqqun ven naru haqqun." Cənnət haqqdır və cəhənnəm haqqdır. Buna kim şahidlik edərsə, Ədxalahullahul cənnətə alə mə kənə minəl əməl. Əməlinə baxmayaraq Allah onu cənnətə daxil edər. Və burada əməlinə baxmayaraq Allah onu cənnətə daxil edər. Burada alimlərin sözləri var. Yəni onun ən mənəha alə mə kənə min salahin əv fəsadin min əməl. Yəni əməlinə yəni istər əməli salih əməlinə, fəsad əməlinə baxmayaraq nədir? O cənnətə girər. Daha doğrusu burada nədir? Barakallahu fikum. Və burada indi qarşıda gələn hədisdə bu hədislərdə bir şeyi başa düşmək lazımdır.
Gəlir ki, filan şeyi deyən nə deyir? Cənnətə girir. La ilahe illallahı deyən və indi hədisdə də gələcək cənnətə girir. Burada barakallahu fikum qəsd olunan ya iki, yəni və yaxud da la ilahe illallah deyən nə deyir? Allah subhanahu odu haram eləyər. Burada qəsd nə deyir? Yəni od ona haram olar və burada da yəni cənnətə girər və hətta bəzi rivayətlərdə gəlir ki, Allah subhanahu taala onu cənnətə salar, yəni cənnətin 8 qapısından hansını istərsə oradan girər. Barakallahu fikum. Burada da nədir? Barakallahu fikum. Alimlərin sözləri var ki, yəni nədir? Yəni əməlindəki olan salih və yaxud fəsad əməllərə baxaraq nədir? O cənnətə girər. Yəni cənnətə girər. Və deyir, yəni mömin, muvahhid, təvhid əhli labüd ki, cənnətə girsin. Təvhid əhli labüd ki, cənnətə girsin. Burada yəni barakallahu fikum diqqət edin. Yəni ya birbaşa, yəni cəhənnəmə girmədən birbaşa cənnətə girmək və yaxud da cəhənnəmə girib təmizləndikdən sonra cənnətə girmək. Yəni labüddür ki, nədir? Cənnətə girsin. Labüd ki, cənnətə girsin. Amma biri var, birbaşa cənnətə girməyə Allah subhanahu bizi və zürriyyətimizi onlardan etsin. Və biri də var ki, cəhənnəmə girdikdən sonra, cəhənnəmə girib təmizləndikdən sonra cənnətə girmək. Allah subhanahu taala qorusun. Və nə deyib? Bu da nədir? Barakallahu fikum. Bu təvhid əhlinin gedəcəyi, yəni bir yer mütləq olaraq cənnətdir. Təvhid əhlinin gedəcəyi yer cənnətdir. Və bəzi alimlər demiş ki, barakallahu fikum, cənnətə girəcək və əməllərinə görə isə cənnətdə dərəcələri nədir? Yəlinəcək. Yəni cənnətə Allahın fəziləti, lütfü ilə cənnətə girəcək və əməllərinə görə də nədir? Cənnətdə dərəcələrə bölünəcək. Aydındır, misal cənnətdə hamı eyni dərəcədə olacaq? Yox, cənnətdə hamı eyni dərəcədə olmayacaq. Onun üçün də bu dünyada nədir? Barakallahu fikum, əməl etməyə nədir? Həris olmaq lazımdır. Təbii ki, ixlasla və sünnəyə müvafiq olaraq. Əməl etməyə Allah subhanahu bizləri müvəffəq etsin. Həris olmaq lazımdır. Çünki cənnətdə də dərəcələr olacaq. Bütün hamısı eyni dərəcədə olmayacaq. Bütün insanlar eyni dərəcədə olmayacaqlar. Burada alimlərin dediyi kimi cənnətə girəcək və əməllərinə görə də nə deyir? Cənnətin dərəcələrində olacaq. Əməlləri hansıdır? Yəni və likullin dərəcət, hər bir kəsin öz dərəcəsi vardır. Qiyamət cənnətdə də hər bir kəsin öz dərəcəsi vardır ki, alimlər buyurur ki, yəni həmin o əməllərinə görə də cənnətdə olacaq və necə dediyimiz kimi muvahhid, təvhid əhli ya birbaşa cənnətə girəcək və yaxud da cəhənnəmdə təmizləndikdən sonra nə olacaq? Cənnətə girəcək. Və yaxud da və həmçinin bu alimlər dediyi kimi barakallahu fikum, cənnətə girəcək. Və əməllərinin müqabilində də cənnətdəki dərəcələrə yiyələnəcək. Və sonra müəllif rahmeullah burada hədisi gətirir ki: "Və lehuma fi hadisi Etban fe innallaha harrama alan-nar men qala la ilahe illallah yabtaghi bizalika vechallah." İtban radiyallahu anh hədisində gəlir ki, həqiqətən Allah la ilahe illallah deyən və bununla da Allahın üzünü diləyən, Allahın üzünü istəyən kəsə odu haram etmişdir. Burada da yenə həmin məsələdir. Barakallahu fikum. Burada əlavə bir məsələ var. Barakallahu fikum. Burada deyir la ilahe illallah deyən və Allahın üzünü istəyən. Burada həm Allah subhanahu taalanın vacih, yəni vacih sifətinin bildiyi isbatı var ki, müəllif rahmeullah məsələlərdə gətirir. Yəni burada nədir? Allah subhanahu taalanın vacih, yəni üzünün isbatı var. Allah subhanahu üz sifətinin olmasının isbatı var və əhlüsünnə də bunu isbat edir, bənzətmədən, təhrif etmədən, inkar etmədən və keyfiyyət vermədən. Barakallahu fikum. Təmsil vermədən. Və burada deyir ki, la ilahe illallah deyər və Allahın üzünü istəyər. Yəni la ilahe illallah dedikdən sonra yabtaghi bizalika vechallah. Allahın üzünü istəyər, yəni onun üçün əməl edər. Yəni Allah həm ixlasın olması və həmçində əməllər olar. Yəni cənnətə düşmək üçün əməllər edər. Yəni tək la ilahe illallah deməsi ilə nə olmaz? Kifayətlənməz. Yabtaghi bizalika vechallah. Yəni Allahın üzünü istəyər. Yəni Allahın razılığını istəyər. Yəni Allahın üzünü istəmək, yəni Allahın razılığını da istəmək. Və Allahın razılığını istəyən də nə etməlidir? Allahın razılığını istəyən də barakallahu fikum, Allahın razılığını qazanmaq üçün
oturub gözləməlidir, heç bir əməl etməməlidir. Əksinə nə etməlidir? Əməllər etməlidir. Barakallahu fikum. Əksinə əməllər etməlidir. Və tövhid əhli, muvahhid, tövhid əhli, Allaha ibadət edən, Allaha heç bir şey şərik qoşmayan bir kəs, yəni la ilahə illallah dedikdən sonra bunu Allah üçün ixlasla dedikdən sonra bununla nədir? Allahın üzünü istəməsi, yəni Allahın razılığına çalışması, bunun üçün əməllər etməsi, bunun üçün əməl etməsi, barakallahu fikum. Və dediyimiz kimi burada Allah Subhanahu Taala'nın üzünün isbatı vardır ki, hansı ki qiyamət günü və cənnətdə tövhid əhli, cənnət əhli Allah Subhanahu Taala'nı görəcəkdir və Allah Subhanahu Taala'nın üzünə baxmağın ləzzəti nədir? Onlara veriləcəkdir. Allah Subhanahu Taala bizləri də onlardan etsin. Hansı ki bu cənnətdə verilmiş ən böyük, ən üstün nemət, ən üstün ləzzət olacaqdır. Və Allah Subhanahu Taala bizləri də müvəffəq etsin. Burada deyimiz kimi Allah Resulü sallallahu aleyhi və səlləm yəbtəği bizəlikə vəchallah, bununla Allahın üzünü istəyər, yəni Allahın üzünü istəyər və bunun da Allah'a ləzimudəlik, yəni bunun da lazım nədir, bunun da tələb nədir? Allahın üzünü istəmək, bunu Allahın razılığını qazanmaq. Və Allahın razılığını qazanmaq da nədir? Barakallahu fikum, yəni bunun üçün əməllər etmək. Bunun üçün əməllər etmək. Hətta başqa bir hədisdə Muaz ibn Cəbəl radiyallahu anh'ın hədisində gəlir ki, mə min əhədin. Mə min əhəd, burada alimlər buyurur, mə min əhəd bu, elə bil ki, ümum bildirir, ümumun ən güclü bildirmə formalarındadır. Ümum bildirən ən güclü formalardandır. Hansı ki, burada istisnai yer yoxdur. Misal üçün, biri deyir ki, mə min əhədini fil beyt. Evdə heç kəs yoxdur. Burada istisna artıq qoya bilməz. Məsələn, deyə bilməz ki, mə min əhədini fil beyt illə zeydən. İllə Zeydun və deyə bilməz ki, yəni evdə heç kəs yoxdur Zeyddən başqa. Bunu deyə bilməz. Yəni bu alimlər buyurur ki, burada istisna etməyə, yəni nədir? Bu ümumun ən güclü formalarındandır və burada istisna etmək icazəli deyil. Və burada da Muaz radiyallahu anh'a gəldiyi kimi mə min əhədin yəşhədu ən la ilahə illallah və ənə Muhammedən Rasulullah sidqan min qalbihi illə hərrəməhullahu alən-nar. Kim, yəni hər kim, yəni hər bir kəs la ilahə illallaha, Allahdan başqa haqq ilah olmadığına və Muhammed sallallahu aleyhi və səlləmin Allahın Rasulü olduğuna şahidlik edərsə, yəni qəlbindən sadiq olaraq şahidlik edərsə, Allah ona odu haram etmiş olar. Allah ona odu haram etmiş olar. Burada da dediyimiz kimi nə qoşdu? Yəni, sadiqan min qalbi. Yəni, qəlbindən sadiq olaraq qəlbindən şahidlik edərsə. Orada da barakallahu fikum bəzi məsələlər var. Yəni insanın tutaq ki, la ilahə illallah deməsi, yalnız la ilahə illallah deməsinin ona faydası varmı, yoxsa yox? Yəni la ilahə illallah deyir və heç bir əməli etmir. Barakallahu fikum. Və alimlər burada, şeyx burada izah verir. Barakallahu fikum. Birincisi, əgər bir insan la ilahə illallah deyərsə, bunu yalnız dili ilə deyərsə, və qəlbi ilə bunu deməzsə, yəni qəlbi ilə bunu təsdiq etməzsə, bir insan la ilahə illallah Muhammedən Rasulullah deyir dili ilə, zahirdə və qəlbi ilə, qəlbindən bunu qəbul etmir. Necə ki, münafiqlərin halıdır. Bu insana, bunun ona faydası varmı? Deyir ki, bunun dünyada ona faydası var. Bunun dünyada ona faydası var. Nə deyir? Dünyada ona faydası var. Amma Allah yanındaysa onu nə deyir? Ona heç bir faydası yoxdur. Bir insan dili ilə, zahirdə la ilahə illallah Muhammedən Rasulullah deyirsə, biz deyir ki, və qəlbində bunu demirsə, biz deyir ki, bunun ona dünyada faydası var. Dünyada nədir? Faydası var. Amma ahirətdə və həmçinin Allah yanında ona heç bir faydası yoxdur. Necə ki, Usama radiyallahu anh hədisində gəlir, barakallahu fikum. Hamımızın bildiyi, Allah Resulü sallallahu aleyhi və səlləm qoşun göndərir döyüşdə. Usama radiyallahu anh bir nəfər Usama radiyallahu anh onu öldürmək istədi də, yəni düşmənlə döyüşdə bir nəfəri öldürmək istədi də, bir ənsardan bir kişi olur və Usama radiyallahu anh olur. Və həmin o düşmən nə deyir? La ilahə illallah deyir.
La ilahe illallah deyir. Və həmin ənsardan olan o kişi onu öldürməkdən çəkinir. O la ilahe illallah dediyinə görə. Usama radiyallahu anhu isə nə edir? Onu öldürür. Və Allah Resulü sallallahu aleyhi və səlləm yanına qayıtdıqları zaman, bu məsələ bilindiyi zaman Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, o la ilahe illallah dedi və sən də onu öldürdün. Usama radiyallahu anh nə deyir? Deyir ki, ya Resulallah, o bunu qorxudan dedi. O bunu qorxudan edir və Allah Resulü nədir sallallahu aleyhi və səlləm əşəqaq təqəmə an qalbih, sən onun qəlbini mi yəni yaratdın, yəni baxdın ki qəlbindən, yəni qəlbi ilə demir. Və biz də deyirik ki, bu dünya buna görə deyirik ki, nədir? Zahirən bir insan la ilahe illallah Muhammedən Rasulullah deyirsə, onun hər hansısa bir qara ilə, hər hansısa bir misal üçün başqa bir şeylə nədir? Onun bunun nifaqla, münafiqliklə dediyi netmiri, bunu demirik. Barakallahu fikum və zahirdə ona fayda vermiş olur. Hansı ki, elə burada İtbar radiyallahu anh hədisində də keçən, bu da nədir? Burada bir qız həmin bu Allah Resulü sallallahu aleyhi və səlləm bu sözü deməsi ki, kim Allahın üzünü istəyərək la ilahe illallah deyərsə, Allah onu haram edər və bu qıssa deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm İtbən radiyallahu anh'ın evinə gedir. Və İtbən radiyallahu anh həmin vaxtda gözləri ilə bir şey nədir? Gözləri artıq görmürdü. Allah Resulü sallallahu aleyhi və səlləmin çağırır və Allah Resulü sallallahu aleyhi və səlləm onun evinə gedir. Və qonşuları yığılırlar, orada yığılırlar və Allah Resulü və bir kişi var, o bir kişi gəlmir. Və onun haqqında qonşular deyir, həmin orada yığılan sahabələr deyirlər ki, o münafiqdir deyir və münafiqləri sevir. Və Allah Resulü sallallahu aleyhi və səlləm nə deyir? Deyir ki, eləncik demə. Sən görmürsənmi ki, o la ilahe illallah deyir. Sən görmürsənmi, o la ilahe illallah deyir. Və orada nə deyir? Başqa hədisdə deyir ki, sən görmürsən ki, o la ilahe illallah deyir və bununla da Allahın üzünü istəyir. Bununla da Allahın üzünü istəyir. Və orada deyirlər ki, ya Resulallah, o deyir, yəni o münafiqlərlə oturur durur, onlarla bir yerdə onlara oturur durur, onlarla yoldaşlıq edir. Və Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, فَإِنَّ اللّٰهَ حَرَّمَ عَلَى النَّارِ مَنْ قَالَ لَا إِلَهِ إِلَّا اللّٰهِ يَبْتَغِي بِذَلِكَ وَجْهَ اللّٰهِ. Orada deyir ki, bu hədisi Allah, la ilahe illallah deyən və bununla Allahın üzünü istəyən kəsə odu haram etmişdir. Odu haram etmişdir. Burada nə deyir? Barakallahu fikum. Bu da ona dəlildir ki, bu dünyada bir kəs la ilahe illallah Muhammedən Rasulullah deyərsə, lakin qəlbində onu təsdiq etməzsə, qəlbində bunu inkar edərsə, dünyada, zahirdə nədir? Ona fayda verir, amma ahirətdə ona fayda vermir. Və yaxşı, bir insan la ilahe illallah deyərsə, la ilahe illallah deyərsə və bunu qəlbi ilə təsdiq edərsə, lakin heç bir əməl etməzsə, bu nədir? Barakallahu fikum. Çünki biz bir insan la ilahe illallah Muhammedən Rasulullah deyirsə, biz deyirik ki, nədir? Rəvayətlərdə gəldiyi kimi, əsərlərdə gəldiyi kimi, la ilahe illallah cənnətin açarıdır. Və əsərlərdə gəldiyi kimi deyirlər ki, cənnətin açarıdır. Bəli, amma o cənnətin açarın nəyi var? Dişləri var. Deyir, əgər dişlərin gətirdiyi, yəni o həmin dişli olan açarları gətirdiyi zaman cənnətin qapısı ona açılar. Və burada la ilahe illallah Muhammedən Rasulullah deyir, amma heç bir əməl etmir. Bu zaten təsəvvür olunası bir şey deyil, barakallahu fikum. Heç bir, yəni nədir? İslam'a aydın heç bir əməl etmir. Orada nədir? Ona faydası varmı? Və alimlər buyurur ki, barakallahu fikum. Əgər onu bilərsə, yəni la ilahe illallah Muhammedən Rasulullah deyir və ondan sonra əməlləri etməsi, namazdır, orucdur və digər hansı ki, əməllər var, onları etməyə ona lazım olduğun, vacib olduğun bilərsə və bunu etməyə imkanı olarsa, və bunu etməzsə, barakallahu fikum, nədir? Bu zaman ona faydası olmuş olmur, Allah qorusun. Misal, amma belə deyim, misal üçün bir insan hər hansısa bir müsəlman dövlətlərində yaşayır və İslamı sevir və əşhədü ən la ilahe illallah, əşhədü ən la ilahe illallah, əşhədü ən Muhammedən Rasulullah deyir. Lakin nədir? Onu öyrədəcək bir kəsi tapmır. Və yaxud da insan daim həmin halda qalır və onu başa salacaq, öyrədəcək bir kəsi tapmır. Bir kəsi yoxdur ki, ona başa salsın ki, bu əməlləri etmək nədir? Sənə vacibdir. O həmin hal üzərində ölərsə, nədir? Ona faydası olur. Və yaxud da
bilir, nədir? Onu etməyə imkan tapmır, macal tapmır. Həmin əməlləri etmir. Misal üçün, la ilahe illallah, Muhammedən Rasulullah deyir. Bilir ki, misal üçün, əməlləri etmək ona vacibdir. Amma nə etmir? Onu etməyə imkanı olmur. Ona da nədir? Ona da faydası var. La ilahe illallahın barakallahu fikum. Və yaxud da, misal üçün, bilir və imkanı da var etməyə, la ilahe illallah, Muhammedən Rasulullah deyir və imkanı bilir ki, əməlləri, misal üçün, etməyə vacibdir ona. Və imkanı da var etməyə, lakin etmir. Amma ölümünə yaxın tövbə edir. Yəni, həmin şeylərə görə tövbə edirsə, nədir? Deyir ki, la ilahe illallahın ona faydası vardır. Allah daha doğrusunu bilir. Və başqa hədisdə sonra müəllif rahmanullah gətirir ki, Əbu Səid Əl-Xudri radiyallahu anhu, Allah Rasulü sallallahu aleyhi və səlləmin bu hədisini deyir. Qalə Musa aleyhisselam, ya Rab, allimni şeyən əzkuruka və ad'uka bih. Qalə ya Musa, qul la ilahe illallah. قال كل عبادك يقولون هذا قال يا موسى لو أن السماوات السبع وآمرهن غيري والأراضين السبع في كفة ولا إله إلا الله في كفة مالت بهن لا إله إلا الله. Əbu Səid Əl-Xudri radiyallahu anh deyir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm buyurdu ki, Musa aleyhisselam deyir, ey Rəbbim, mənə elə bir şey öyrət ki, onunla səni zikr edim və onunla sənə dua edim. Və Allah subhanahu teala nə deyir? Deyir, ey Musa, la ilahe illallah deyir. Və Musa aleyhisselam nə deyir? Ey Rəbbim, sənin bütün qulların bunu deyirlər. Allah subhanahu buyurur ki, ey Musa, bütün, yəni 7 qat göy və orada olanlar, yəni onun sakinləri, yəni mələklər, məndən başqa. Və 7 qat yer tərəzinin bir gözündə və la ilahe illallah tərəzinin bir gözündə olarsa, la ilahe illallah daha ağır gələr. La ilahe illallah daha ağır gələr. Bu hədisdə bəzi alimlər səhihləşdirmişlər və bəzi alimlər zəifləşdirmişlər. Barakallahu fikum. Amma hədisin başqa həmin şahidləri var. Başqa İmam Əhməd rahimehullah müsnədində keçən hədis var. Orada nədir? Orada da göylərin 7 qat, yerin 7 qat və həmçinin la ilahe illallahın bir tərəzin bir gözünə 7 qat göyün, yerin tərəzin bir gözünə qoyulması və la ilahe illallahın ağır gəlməsi, orada nədir? Orada həmin hədisdə keçir və həmin hədisdə səhihdir. Barakallahu fikum. Burada bu həmin hədisdə Musa aleyhisselam nə deyir? Musa aleyhisselam deyir ki, ey Rəbbim, mənə elə bir şey öyrət ki, onunla səni zikr eləyim və onunla sənə dua edim. Barakallahu fikum. Bax, burada Musa aleyhisselam Allah subhanahu ta'aladan sanki ona xas olan bir şey öyrətməsini istəyir. Dünya aidmi istəyir? Xeyr, nə də axirətə aid. Yəni Allah subhanahu ta'ala zikr etmək və Allah subhanahu ta'alaya dua etmək. Yəni sanki Allah subhanahu ta'aladan yəni ona Musa aleyhisselamın özünə xas olan bir zikr istəyir, bir dua istəyir. Və Allah Resulü sallallahu aleyhi Allah subhanahu ta'ala da buyurur ki, ey Musa, la ilahe illallah de. Burada Musa aleyhisselam həm zikir, həm dua istəyir. Allah subhanahu ta'ala da burada nə deyir? Ey Musa, la ilahe illallah de. Deməli ki, burada la ilahe illallah həm zikirdir, həm duadır. Barakallahu. Bəli, la ilahe illallah həm zikirdir, həm də duadır. Çünki dua nədir, qardaşlar? Duanın iki növü var da, bildiyimiz duaul məsələ və duaul ibadə. İstək duası və ibadət duası. İstək duası odur ki, insanın Allahumma rzuqni, Allahumma şifni, Allahumma afini. Yəni Allahdan istəməsi, Allah mənə ruzi ver. Yəni əl nasib dili ilə istəməsi, Allahdan istəməsi ki, Allah mənə ruzi ver, Allah mənə şəfa ver, Allah mənə afiyyət ver. Və ibadət duası isə odur ki, Allahın buyurduğu ibadətləri yerinə yetirməsi və sanki həmin ibadətlərlə qul Allahdan istəmiş olur. Misal üçün, qul namaz qılır. Yəni, sanki namaz qılması ilə qul demiş olur ki, Allahım bu namazımı məndən qəbul et və bu namaza görə olan əzirlər, mükafatlar ki var, onları mənə ver. Və yaxud da Allahım həccə gedir, Allahım bu həccimi məndən qəbul et və bu həccə görə olan mükafatları mənə ver. Və həmçinin la ilahe illallah deməsi də birinci həm zikirdir, la ilahe illallah, həm də duadır ki, Allahım la ilahe illallah deməyimi məndən qəbul et və bu la ilahe illallah deməyə görə olan fəzilətlər, mükafatlar ki var, misal cənnətə girmək, cəhənnəmdən qurtarmaq, bunları mənə verir. Sanki bunu nə deyir? Allah subhanahu ta'aladan istəmiş olur. Bunda Allah subhanahu ta'aladan istəmiş olur. Barakallahu fikum. Burada Allah nə deyir hədisdə? Deyir, kullu ibadike yaquluna hada. Deyir ki, ey Rəbbim, bütün qulların bunu deyirlər. Bütün qulların bunu deyirlər. Bax, burada nədir? Burada yəni qul
La ilahe illallah deyir. Hə, la ilahe, yəni burada Musa əleyhissalam deməsinə bax, deyir, ey Rəbbim, bütün qullarım bunu deyirlər. Bütün qullarım bunu deyirlər. Və burada nə deyir? Barakallahu fikum, yəni burada imtisal, yəni Allaha ibadət, Allaha təslim olma baxımından. Yəni qövm baxın, o kəslər ki, misal üçün la ilahe illallah demirlər. Yəni təvhidi qəbul etmirlər. Təvhid Allah Subhanahu taala təvhidlə ibadət etmirlər, şirk qoşurlar, ibadətlərində onlar nədir? Allaha qul sayılmırlar. Nə baxımından? Allaha tabi olmaq baxımından, Allaha tabi olmaq baxımından, Allaha itaat etmək baxımından Allahın qulları sayılmırlar. Kövnən, yəni nədir? Bütün hər bir şey Allah Subhanahu taala'nın quludur. Amma itaat, ibadət baxımından hansı şey nədir? Allaha itaat, ibadət baxımından nədir? Allahın qulları sayılmırlar. O kəslər ki, la ilahe illallah demirlər. Yəni təvhidi gerçəkləşdirmirlər. Ta Adəm əleyhissalamın vaxtından günümüzə qədər və hətta qiyamətə qədər. Və Allah Subhanahu deyir ki, ey Musa, əgər bütün, yəni 7 qat göy və orada olanlar, yəni məndən başqa 7 qat göy və orada olanlar məndən başqa, yəni mələklər, və nə deyir burada göydəki olan sakinlər mələklərdir, barakallahu fikum. Və Allah Subhanahu taala bizim etiqad etdiyimiz kimi arşının üzərindədir, istiva eləyib və 7 qat göyün üzərindədir və bu da nədir? Bu da yəni səhih, doğru olan əqidə də budur ki, ta Allah Rasulunun sallallahu aleyhi və səlləmin və onun sahabilərinin onlara doğru düzgün tabi olanların nədir? Əqidəsi budur. Allah Subhanahu taala 7 qat göyün üzərində, arşının üzərinə nədir? İstiva edib ucalmışdır. Subhanahu və taala. Və hər bir şeyin üzərindədir Allah Subhanahu taala. Necə ki, ayədə keçdiyi kimi, əmintum men fis-səma, yəni göydə olanın Allah Subhanahu taala nədir? Burada göydə olmağı özünə nisbət edir və həmçinin hədisdə də keçdiyi kimi Allah Rasulü sallallahu aleyhi və səlləm cariyədən soruşur ki, əyn Allah, Allah hardadır? Və cariyə deyir ki, fis-səmə, göydə. Allah Rasulü nədir sallallahu aleyhi və səlləm? Onu azad et, o mömindir. Fis-səmə, yəni burada yəni 7 qat göyün üzərində və yaxud da hər bir şeyin üzərində. Barakallahu fikum. Və burada həmçinin hədisdə keçdiyi kimi, yəni burada 7 qat göy və 7 qat yer də nədir? Yerin də 7 qat olduğu burada bildirilmişdir. Barakallahu fikum. Orada həmçinin deyir ki, yəni tərəzinin bir gözünə qoyularsa və la ilahe illallah tərəzinin bir gözünə qoyularsa, nədir? La ilahe illallah ağır gələr. Və burada həmçinin tərəzinin 2 gözünün olduğuna dəlil var. Barakallahu fikum. Və həmçinin la ilahe illallah kəlməsinin zikrini çoxaltmağa bir dəlil var. Yəni la ilahe illallah kəlməsi nədir? Tərəzidə ağır gələcək. Onun üçün la ilahe illallah kəlməsini çoxaltmaq. La ilahe illallah kəlməsini çoxaltmaq. Hə, barakallahu fikum. Çünki tərəzidə nədir? La ilahe illallah kəlməsi tərəzidə ağır gələn kəlmələrdəndir. Barakallahu fikum. Hədisdə keçdiyi kimi la ilahe illallah kəlməsini çoxaltmaq və onu təhqiq etmək və onu tələb etdiyi şeyləri yerinə yetirmək. Barakallahu fikum. Və sonra Tirmizi rahmehullahın hədisini gətirir müəllif rahmehullah. Ənəs radiyallahu anhdan deyir ki, qalə səmi'tu Rasulullah sallallahu aleyhi və səlləm yəqul, qalallahu teala, yəbnə Ədəm, ləv əteytəni bi qurabil ardı xatayya, thumma laqitəni la tuşriku bi şeyə, lə əteytuka bi qurabihəl məğfirə. Tirmizi rahmehullah deyir, və həmçinin hədisi həsənləşdirilmişdir. Ənəs radiyallahu anh deyir ki, Allah Rasulunun sallallahu aleyhi və səlləmin belə dediyin eşitdim. Allah Subhanahu taala belə deyir, ey Adəm övladı, əgər sən mənə yer dolusu günahla gələrsən və sonra mənə heç bir şeyi şərik qoşmadan mənimlə qarşılaşarsansa, mən də sənə yer dolusu bağışlanma ilə gələrəm. Mən də sənə yer dolusu bağışlanma ilə gələrəm. Barakallahu fikum. O bu da nədir, qardaşlar? Bu da həmin yəni qarşıda keçdiyimiz hədislər kimi barakallahu fikum. Yəni burada da yəni işarə vardır ki, qulun yəni həm cənnətə birbaşa girməyinə və yaxud da yəni əməllərinin yəni cəhənnəmə düşdükdən sonra cənnətə girməyinə. Barakallahu fikum. Burada da barakallahu fikum. Həmin o məsələ.
qulun tövhidinin güclü olub zəif olmasına bağlıdır. Qulun tövhidinin güclü olub zəif olmasına bağlıdır. Və buna İbn Qayyim rahmeullah gözəl bir misal çəkir. İbn Qayyim rahmeullah deyir ki, la ilahe illallah, yəni qulların, yəni la ilahe illallahda olan fərqi, la ilahe illallahda olan fərqi sanki belədir. Yəni insanlar var ki, onların nəfsində olan la ilahe illallah sanki ölmüş, yəni ölü kimidir. Və insanlar var ki, onlarda xəstədir. Yəni insanların nəfsində yəni xəstədir. Və insanlar var ki, onların nəfsində nədir? Yatmışdır. Əgər onu oyatsan, oyadacaq. Və insanlar da var ki, onların nədir? Qəlbində la ilahe illallah, tevhid nədir? Ayıqdır və daim nədir? Oyaqdır və qulun nədir? Qulun qəlbində daim həmin o tevhid la ilahe illallah oyaqdır. Qul daim bunu fikirləşir və daim bunun üzərində çalışır və onu nədir? Təhqiq etməyə çalışır. Bu da deyir, bu da nədir? Qulun nəfsində olan ruhun misalındadır və qulun əgər qulun nəfsində olan ruhun misalındadır. Və ruh əgər ölüdürsə, nədir? Həmin cəsəd də ölüdür. Və ruh zəifdirsə, həmin cəsəd də nədir? Zəifdir. Qul cümrahdır və nədir? Oyaqdırsa, həmin cəsəd də nədir? Cümrah və oyaqdır. Barakallahu fikum. Və insanlar da la ilahe illallahda bu cür fərqlənirlər. La ilahe illallahda bu cür fərqlənirlər. Və insanlardan elələri var ki, yəni burada deyir ki, mənə yer dolusu günahla gəlsən və sonra mənə heç bir şeyi şərik qoşmasan. La ilahe illallah. Burada yəni qulların la ilahe illallahda fərqlənmələrinə görə nədir? Onların bağışlanması və nədir? Cənnətə girməsi olacaq, necə ki, qabaqda qeyd etdi. Yəni insanlarda elələri var ki, onların yəni qəlbində la ilahe illallah güclüdür. Və insanlar da var ki, onların qəlbində la ilahe illallah nədir? Zəifdir. Barakallahu fikum. Və beləcə nədir? Onun cənnətə girməsi də və cəhənnəmdən qurtulması da onun qəlbində olan la ilahe illallahın qüvvətinə, güclülüyünə və zəifliyinə görədir. Və yəni elə qullar olacaq ki, Allah Subhanahu taala istədiyin həmçinin bir şey yadda saxlamaq lazımdır ki, yəni günahkarlardan belə, yəni Allah Subhanahu taala istədiyin bağışlayacaq. Şirk qoşmayanlardan istədiyin bağışlayacaq və onlar birbaşa nədir? Cənnətə girəcəklər. Və istədiyi nədir? Orada hansı ki, indi gələn dərsdə inşallah bu daha izahlı şəkildə gələcək. Barakallahu fikum. Hansı ki, təhqiq la ilahe illallahı təhqiq etmək. Onu doğru düzgün yerinə yetirmək, orada insanların hansı qismləri olması inşallah gələn dərsdə daha təfsilatlı şəkildə gələcək. Allah Subhanahu müvəffəq etsin. Burada dediyimiz kimi insanlar nədir? Əməllərinə görə cənnətə ya birbaşa girəcəklər və yaxud da cəhənnəmdə günahlardan təmizləndikdən sonra cənnətə girəcəklər. Və Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdika əşhədu an la ilahe illə ente estağfiruka və etûbü ileyk.